Yenə bel və boyun. Bel və boyun əzələləri möhkəmlənməmiş, övladınızı erkən oturtmağa çalışmayın. Oturtarkən də məcburi vəziyyətdə uzun müddətli saxlamayın. Çünki övladınızın hələ ki boyun və bel əzələri zəifdir. Nə etməlisiniz? Ön pozisiyada, time pozisiyası. Çünki güclü kürək gözəl duruşdur. Bunun üçün nə etməliyik? Time pozisiyası. Övladınızın önü, üzü önə, qabağında hər hansı bir rəngli oyuncaq, səsli oyuncaq yerləşdirib bu pozisiyada övladınızı nəzarət altında bir müddət saxlaya bilərsiniz. Güclü kürək, güclü qamətdir. Unutmayın ki, vaxtından tez oturmuş bəbəkdə bel, çanaq problemləri yarana bilər. Mütləq nəzarət edirsiniz, yanınızda saxlayırsınız. Heç bir zaman bu vəziyyəti, oturmaq vəziyyətini məcburi etmirsiniz. Hökmən nəzarət eləyin, maksimal dərəcədə övladınız özü istəyən zaman otuzdurun və sizdən tələb olunan sadəcə dəstəkdir.